my lovely kids and moms. Today we are going to learn the letter B. Salamlar. Bugün birlikte B harfinin verdiği B sesini öğrenirik. B. Gəlin nümunələrə baxaq. Big. Big. Bear. Bear. Big bear. Blue. Blue. Bag. Bag. Ə səsi ilə əvvəlki dərsimizdə tanış olmuşuq. Əgər ə səsi ilə bağlı dərsimizi izləməmsinizsə, mütləq izləyin. Bird. Bird. Bildirim ki, i və r hərf birləşməsi bizə cingiltili ə səsini verir. Ə. Bu və ya digər hərf birləşmələrinin verdiyi səsləri növbəti dərslərdə öyrənəcəyik. İndi isə mənimlə birlikdə yenidən təkrarlayaq. B hərfinin verdiyi B səsini öyrəndik. Big. Bear. Big bear. Blue. Bag. Blue bag. And bird. Bird. Gəlin indi isə digər hərfə keçək. İndi isə C hərfinin verdiyi K səsini öyrənək. K. Cat. 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 Cow. Cow. Car. Car. Cold. Cold. Carrot. Carrot. Bəli, əziz uşaqlar və valideynlər, C hərfinin verdiyi K səsini öyrəndik. Cat. Cat. Cow. Car. Cold. Carrot. Bildirim ki, C hərfi iki səs verir. K və S səsi. S səsi ilə növbəti dərsimizdə tanış olacağıq. Dərslərimizin əvvəlində demişdik ki, İngilis dilində 26 hərf 44 səs var. Bir hərf bəzən iki səs verə bilir. Buna görə də bəzən oxumaqda çətinlik çəkirik. Heç bir çətinlik çəkməmək üçün, fonetik qaydaları öyrənmək, asanlıqla oxumaq, yazmaq üçün kanala abunə olmağı, videoları bəyənməyi unutmayın. Hələlik!